Instagram sesli mesajları daha eğlenceli yeni bir funksiya təqdim edib. Artıq bir çox istifadəçilər də sesli mesaj göndərərkən səsi dəyişmək və müxtəlif effektlər əlavə etmək mümkündür. Bunun üçün Instagram tətbiqinə daxil olub istənilən şəxslə olan söhbəti açırıq. Daha sonra mikrofon işarəsinə toxunaraq səsli mesaj yazırıq. Əgər funksiya hesabımızda aktivdirsə, səs yazıldıqdan sonra ekranda əlavə effekt seçimi görünür. Bu hissəyə daxil olduqda orijinal, robot, yad planetli, ağsaqqal, ağbirçək və buna bənzər müxtəlif səs effektlərini seçmək mümkündür. Effekti seçdikdən sonra səsli mesaj artıq həmin dəyişdirilmiş səslə qarşı tərəfə göndərilir. Bu həm təhlükəsizliyi artırır, həm də işə əyləncə qatmış olur. Belə dostlar, ümid edirəm bu məlumat sizin üçün faydalı oldu. Elə indi bu funksiyanı yoxlamaq üçün dostunuza səs göndərə bilərsiniz. Azerselin eksklüziv təqdimatında daha çox texnoloji məlumatlardan xəbərdar olmaq üçün səhifəmizi izləmək yaddan çıxmasın.